11-ci siniflərdə buraxılış imtahanına düşən sualların izahlarına baxaq. Birinci sualda possessive case deyir. A bəndində apostrof S-dən sonra fond of var səhvdir. B-də going to səhvdir. C-də istənilən suallı vəzliyinə apostrof S birləşərsə bu yelik deyil. Y bəndində isə apostrof S-dən sonra not gəlib səhv variantı. Doğru cavab D. İkinci sualda Madagaskar adadır. Adalar cəm halında olanda artikllə olur, təkdə olanda isə artikl istəmir. Burada təkdir deyə boş olacaq. İkinci tərəfdə Afrika qitədə boş olacaq. C bəndi. 3-də sun, moon, bunlar bilirik Z ilə olur. İkincidə də last month bu boş olacaq. Z boş. B bəndi. Sam gördüksə az olmalıdır. Birinci tərəfdə canlı isim var, uncle. İkinci tərəfə baxıram. Özündən sonra feil gəlib. Ya who olar, ya da that olar. 1, 3. Whom olanda əvəzlik gəlməlidir. Ona görə səhv variantdır. Altıncı sualda bu tipli suallarda birinci tərəfi apostroflu S-ə görə götürürük, yəni apostroflu sözə görə götürürük. İkinci tərəfi isə apostrofdan sonraki sözə baxıram. Yəni birinci tərəfim tək olmalıdır. B səhvdir, Y səhvdir. İkinci tərəfdə də cəm olduğuna görə A-da it səhvdir, D-də he səhvdir. Doğru cavab C bəndi. Nida cümləsi how sharp the knife is birinci düz. What a sharp knife it is ikinci də düz. 3-də E varsa knives varsa E cəmlənə bilməz. 4-də Z knife'ın qarşısında olmalıydı. How olanda Z sifətin yox ismin yanında olur. Doğru cavab 1-2 A variantı. 8-də a lot of flower deyir. Flower'a baxıram təkdədir. Və burada ego var, keçmiş zamandır. Demək ki, Z-yə was olmalıdır. Nick didn't phone us. Bizə zəng etmədi, çünki məşğul idi. D bəndi. While var, while olanda keçmiş davam edici zaman olur. Deyir ki, mən çöldə olanda siz nə edirdiniz? Olmaq feili was, were doing. C bəndi. C bəndi. 11-ci sualda will stay in Dubai until Friday. Dubayda 5-ci günə qədər Dubayda qalacaq. C bəndi. Will attract a lot of tourists. Gələcək zamanda passive istəyir məndən. Gələcək zamanda və tamamlığın feildən sonra gələn a lot of tourists. Deməli, a lot of tourists ilə başlayıram və variantımda olmalıdır will be attracted. A-da A-da səhvdir, B-də exhibition-dan başlaya bilməz. C-də have been lazım deyil, D-də would lazım deyil. Doğru cavab Y. A number of 13-də a number of varsa feil tək olmalıdır. Yəni feil cəm olmalıdır. 1 have düzdür, bir də ikinci düzdür. İngiliscində feilin sonunda S olanda o təkdir, ona görə 4-cü səhvdir. 1, 2, C bəndi. 14-də last sama deyir, keçmiş zamandır. Demək, A-da does indiki, Y-də has indiki, B-də will gələcək, D ya da C ola bilər. Amma did özünün yanındakı feili indiki zamanda istəyir, yəni gərək et düşərdi. Doğru cavab C variantı. 15-ci sualda afraid of A bəndi irregular istəyirsə dəyişən, yəni qaydasız kökündən dəyişən. Eat, ate, draw, drew. 1, 2. A bəndi 1, 2. 17-ci sualda burada zən var, müqayisə dərəcəsi olmalıdır.
Ya er ya more lazımdır. Sonu va ilə bitənlər də erlə olur. Ona görə Y variantı. Can't be changed, dəyişə bilmir. Əgər bizdən şərtimizdə dəyişə bilmir deyirsə, demək cümlədə tamamlıq olmamalıdır. Tamamlıq da cümlədə feildən sonra gəlir. Birincidə was at school, wasdan sonra at school yer zərfidir. Demək birinci doğrudur. Tamamlıq yoxdur deyə dəyişə bilmir. İkincidə bought nothing, heç nə almadı. Nothing tamamlıqdır. İkincidə had to leave at midnight. Leave-dən sonra at midnight gecə yarısı deyir. Zaman zərfidir. Bu tamamlıq yoxdur. Yəni məndən də dəyişməyən istədiyinə görə tamamlıq olmamalıdır. Dördüncüdə isə ambulansı çağırdı. Nəyi? Ambulansı. Bu isə tamamlıqdır, səhvdir. Doğru cavab 1-3 bəndi. When var. When olanda uzlaşma olmalıdır. Ya hər iki tərəf keçmiş olmalıdır, ya da indiki gələcək olmalıdır. Amma when-dən sonraki hissədə gələcək ola bilmir. Deməli 3-ü çıxdım. When-dən sonra will olmaz. Would olanda da feil keçmişdə olmalıdır. Gərək bu tərəfdə abolished olardı. Doğru cavab 1-4-C. 20-də woman və woman canlıdır. Canlı olanda yahoo, yahoo, yahoos ya da hum ola bilər. Əgər nöqtədən sonra duran söz, məsələn you sözü əvəzlikdirsə, onda C bəndi hum yaza bilərik. 21-də onun tərəfindən yazılan kitab, yazılmış kitab burada feili sifət istəyir. Britain. At an early age və at the age. Erkən yaşlarında deyəndə at an early age deyirik, amma müəyyən bir yaşda, tutaq 5 yaşda, 10 yaşda, onda Z ilə deyirik. B variantı. Beautiful beach has got deyir. Z artiklı yoxdursa, demək ki, botla olan birləşmə lazımdır. Beach də cəmdə olduğuna görə artiklsız olacaq. D variantı. Demək, 24-cü sualda to var burada. Demək, hansı variantı çıxa bilərik? Can'dan sonra to olmaz. Has to, able to, must'dan sonra to olmaz. Və indi burada baxaq görək nə var. Siz də deyirsən. Və burada batdan sonra I am deyirsə, köməkçi feilim əmizardısa, to bedirsə, demək variantımda elə bir modal feil seçməliyəm ki, onun inkarı to be ilə düzəlsin, o da Y variantında. Əgər has to götürsəm, gərək batdan sonra don't olardı. 25-də over the varsa zət olmalıdır. Mən sözü təkdə olduğuna görə D bəndi. Our parents have cancelled our visit to the history museum. 5-1-3-4 5-1-3-4 D bəndi. 27-də soon gələcək zamanda, ona görə C bəndi will reach. Already var, already işlənir bitmiş zamanlarla. Deməli, Mrs. Umudova 3-cü şəxsin təki olduğuna görə C variantı has. Hansı cümlə deyir passivdədir? Was the bag found yesterday yours? İkincidə has been away, yəni bu to be away feilidir. Burada heç bir məsulluq yoxdur, məlum növdədir. Was Steve helped by the government? Was also money spent on books? Birincidə isə deyir ki, the bag found. Dünən tapılan çanta səninkidir. Yəni burada biz was əgər məsul növ olsaydı, özündən sonra bir feil gəlməli idi. Amma bizim was'umuz gəlib düşür yoursun yanına. Was yours, yəni the bag found yesterday was yours. Bunu nəqli formada yazsaq, was'un yeri buradır. Was'dan da sonra əvəzlik gəldiyinə görə mən bu variantı götürə bilmərəm.
biz deyirik ki, məchul növ olması üçün köməkçi feildən sonra feil gəlməlidir. Ona görə 1 səhvdir, 2 də to be away feilidir, bu da səhvdir. Doğru cavab 3, 4. For varsa, fordan sonra ing-li söz B bəndi. While var, while'dan sonra ing-li söz A variantı. The farmer will dig the field. Will dig gələcək zaman, tamamlığın fielddir. Fieldla başlayacağım və variantımda will be olmalıdır. Farmer ilə başlaya bilmərəm, hədd lazım deyil. C bəndi ola bilər, saxlayıram, o bir bəndlərə də baxın. D variantında will be-si yoxdur. E variantında would ola bilməz. Doğru cavab C variantı.